Dostlar salam, hər birinizi xoş gördük, kanalımıza xoş gəlibsiniz. Hər birinizi salamlayıram, hər birinizə sevgilər, sayğılar, salamlar. Nə tərsiz, nə var, nə yox. İnşallah ki, salamatçılıq olar. Hə dostlar, demək, axırıncı videoda da söhbət elədiyimiz kimi bəzi şəxsi işlərim vardı, ona görə mən video çəkə bilmirdim, daha doğrusu eyvanda. O birisi yoldaş olurdu. İndi bayram günü olduğuna görə iş günləri deyil. Ona görə bir 2-3 gün, təxmini 5 gün belə inşallah ki hər gün video çəkərəm. Eyvanda da özüm olacağım. Həmişə kimi yenə sabah-sabahdır, saat 7-yə qalır. Kərəmdən şükür 2 gündür yaxşı yağışlar yağır. İnanın ki, yağışın əlindən çölə çıxmaq olur. Başqa rayonlarda da yağışlar çoxdur. Mən bəzi yoldaşlarla danışıram, elə videolarda da görürük ki, yağışlar çoxdur həqiqətən. Əslində yağışın yağmağı bizim nəzərimizlə belə deyək, hələ gecikibdir. Əslində fevralın ortası, fevralın axırı yağsa yaxşı olardı. Yenə də məsləhəti özü bilər. Allaha həmd olsun, kərəminə şükür. Və əlavə də bir şey demək istəyirəm. Bu günlər İmam Əli əleyhissalamın şəhadət günləridir. İmam Əli əleyhissalamın aşiqlərinə, İmam Əli əleyhissalamın şiyələrinə başsağlığı ərz edirəm. Cəmi müsəlmanlara başsağlığı ərz edirəm. Burada təriqət ayrılığı yoxdur. Sözüm o tərəfə gedib çıxmasın. Sadəcə demək istədiyim odur. İmam Əli əleyhissalamın şəhadət günləridir. Hər birinizə başsağlığı ərz edirəm. Və əlavə də demək istədiyim bir şey var. O da Novruz bayramıdır. Bayramınızda təbrik edirəm. Neçə belə bayramları öz ailənizlə, evlatlarınızla, ailənizlə qeyd eləyərsiniz inşallah. Əslində Novruz bayramı ilin başlanğıcıdır, ilin təzələndiyi gündür, ilin yeniləndiyi vaxtdır. Bu yeni ili də hər birinizə yazın gəlişi ilə bağlı, yazda necə ki ağaclar çiçəkləyir, torpaq oyanır, sizin də həyatınızda yeni gözəlliklər İnşallah baş versin, yeni gözəlliklərlə qarşılaşarsınız. Hə dostlar, demək yaz gəldiyinə baxmayaraq biz yenə heyvana yem veririk. Səhər, axşam yenə yemi qatmışam, hazırdır. Suyu da tökdüm, biraz islansın. Həm də biraz hava işıqlaşsın, belə deyək. Su özünü tam tutsun, qarışdırıb yenə buğda, arpa, daha doğrusu kəpək, arpa, bir də üyüdülmüş ot heyvana qatıb qalıqlara verəcəyik. Heyvanlar yesin. Həm də əslində verməsək də olar, amma çöldə bir şey yoxdur. Çöldə ot o qədər də ürək açan deyil. Çünki bizim heyvanın getdiyi yer rəmənin yerlərdir, rəmə yerlərdir. Rəmədə külək döyən yerlər olduğuna görə quzeylərdə, güneylərdə qədər də yaxşı ot yoxdur. Bu yağışlardan sonra Allahın köməyi ilə yeni belə deyək, təzə otlar göyərəcəkdir, ağaclar yarpaqlayacaq, kol-kosun yarpaqlar təzələnəcək, təzə yarpaqlar gələcək və ki, ondan sonra qoyunun qarnı doyar. Çəkmədiyimiz günlərdə yeniliklər, fərqliliklər bir balaca var, onları sizin xidmətinizə çatdıraq. Təzə qoyunlarımız doğuldu. Quzular körpədir. Bir ikisi ikinci doğuşa doğandı. Eləsi də var. Bax bu ikisi də hələ birinci səfərini doğuldu. Qış quzusu deyək də. Bunlar hələ doğmamışdı. Təzə doğuldular. Bax belə. Bunlar da körpə olduğuna görə təxmini 10-12 gün belə adlı elini saxlayacaq qıraqda. Ki iri quzuların altında yaxalanmasın, analarını tez-tez əmsinlər, süddən doysunlar, bir qırıq yaxlaşanda dişləri çıxandan sonra
Təxminən bir 14 günə zada gözünün dişi çıxır, yun yeməyə çalışır, dişləri qaşınır eləyir. Nəsə bir çörçök götürürlər, çiynəyirlər, dişlərini qurdalayırlar, belə deyək. O da yun yemə ehtimalı çoxdur. 14 gündən sonra təxminən ayırmaq lazımdır yanından. Düşdü. Ha dostlar, belə bir şey də var. Keçiləri təzə alıbdı, yoldaş almışıq bir yerdə. Belə deyək. Bu yaz sezonu gələndə sezonla olan bir şeydir bu keçinin südü. Ona görə südünə görə yoldaşla bir yerdə almışıq. Südünü istifadə eləməkdən ötürü. Allah hamının malına, mülkünə, ruzisinə bərəkət versin. Keçilər də, ana keçilər də içində bəziləri cavandır, bəziləri də orta yaşdır. 4 doğan, 5 doğan. Bax belə. Hamısı da balalıdırlar. Hamısında körpə çəpişləri var. İndi bu saat sağılmır, belə deyək. Bu saat sağma olmaz çünki çəpişlər körpədir. Bu çəpişlər hardasa 7 kilo, 6 kilo çəkiləri artandan sonra, süddən doyandan sonra onu analarını sağma olar. Çəpişləri ayrı saxlayıb, analarını da ayrı saxlayıb sağma olar. Yəni bax belə axşamdan ayırırsan, günüzdə günorta kimi ayrı otarırsan, sonra keçilər sağalır, sonra günortadan sonra çəpişlər axşama kimi ta dama gələnə kimi anasının yanında otlayır, əmir. Bax belə. Keçilərin də qış sezonunda yerini istiləmək lazımdır. Çünki keçi soyuqdan qaçaqdır, soyuqda tez xəstələnir, tez geri gedir. Zəifləmə ehtimalı soyuqda çoxdur, çünki yunları, tükləri dənəbirdir də, tükdülər. Qıldır da bunların tükü, yun kimi deyil. Ona görə üşümə ehtimalları çoxdur. Yerinə nə qədər keçini isti eləsən, o qədər yaxşıdır. Bir də keçinin belə deyək də geri getməyi onun pitindəndir. Keçidə dəhşət pit olur, sirkə, pit, birə, canım sizə desin. Yaz sezonundakı ot yaxşı gələndə, yazın o göy otu göyəririk, maya, aprelin ortasından sonra. Onda da göy otdan gənə qalxdığına görə keçiyə gənə düşür, keçinin arxasına. Üzr istəyirəm, gənə düşməyə çoxdur, qıçasının arasına, əmcəyinə, qabaq qolunun altına, pükəcəklər haradır ki, dalda yerlərdir. Bax oralara gənə düşür. Gənədən də heyvana qızdırma düşür. Qoyuna da, quzuya da əsas, quzunun quyruğunun altına. Gənə yapışır, oradan quzuya qızdırma salır, qoyuna qızdırma salır. Gənə sezonunda gərək dərmanlayasan, çimizdirəsən ki, o gənə quzuya, heyvana qızdırma salmıyor. Bir də ivermektin var, iynənin adı ivermektindir. O da ki, heyvanda olan pit, birə, dəri altı, dəri üstü yaralardır, gənələrdir, dəmro yaralarıdır. Ondan sonra nə başqa yaralar var, dəriyə aid, pit, birəyə aid. O ivermektin hamısını aradan aparır. İvermektin çox yaxşı iynədir. Elə bil ki, iri heyvana, bax belə keçilərə, iri qoyunlara 2 qramdır. Quzulara, çəpişlərə yarım qram, 800 milli, yəni 1 qramdan az. 8 milli deyək də, bax belə, 500 milli, 1 qramdan az. İri çəpişsə, iri quzusa 1 qram, o lap balacaları varsa içində. 1 qramdan az, 6 milli, 7 milli, bax belə istifadə eləyə forma olar. İndi keçək bunun çəpişlərini də çəkim sizə görsədim. Ona kimi də hava işıqlaşır yavaş-yavaş. Bu günlərdə çox yağış olsa yəqin ki, heyvan çölə getməyəcək. Ya getsə belə çöldə inşallah videomuzu davam edərik.
Maşallah olsun, Allah hamının malına, mülkünə, ömrünə, ruzisinə bərəkət versin inşallah. Çəpişlər də yaman soyuqdan qaçaq olur həmişə dediyim kimi. Keçid çəpiş sistemi gərək yeri isti olur. Bir də çəpişin ən böyük problemi qarın ağrıdır. Qarın ağrıdan gərək gözləyəsin. Qarın ağrı gördüyün adca da olsa qarın ağrısında bir meyillik var, qarın ağrısı var. Həmin dəqiqə üstünə düşür onun. Müdaxilə eləmək lazımdır yoxsa ki o qarın ağrı çəpişi öldürür. Yəni konkret qoymur gözünü açmağa. Bir də öysürək zad var. Öysürəyə görə də iynəsi var yenə. Telazin də iynənin adı. Öysürəyə görə ağciyərdə, yəni tilazindir. Bir də ki Santaflor. Onlar da yenə 1 qram 1 qram. Biraz iri çəpişsə 2 qram. Lap körpədirsə 1 qram. Tilazin belə deyək də Santaflora çatmaz. Santaflor çox yaxşı dərmandır. Santaflor konkret bu öysürəyin anasıdır deyək də. Telazin də yaxşıdır, ancaq ki Santaflor ayrıdır. Yəni Santaflor tapsan Santaflor vur, telazin tapsan telazin vur. Biz də belə qavana ot qoymuşuq, çünki soyuqdur, eşik, çölə çıxartmırıq. Ot yeyənlər ot yeyir, biraz da yüngülvarı qabanı yem dağıtmışıq. Boğdadan zaddan yavaş-yavaş qordalanırlar. Dostlar, itlərimizdən də yenə yoldaşlar soruşurlar. İtləri saxlayırsanmı, dururmu? İtlərimizi saxlayırıq. İtləri palazdır. Daha doğrusu palazı vermişik, batırdı. Maridir, bir də ki basardı. Palazı o yoldaşa verdiyi bu sezon onda qalacaq. Yay sezonunda heyvanı var. Çöldə çaqqalı, tülküsü çox olur. Ona görə palaz orada xidmətdə olacaq. Bu yay ta qışa kimi. İşte qışda da özünə ehtiyac olsa yenə saxlayacaq. Olmasa bəlkə qışda gətirərik. Bu sezonda Allahın köməyi ilə tək salamatçılığımız olsun. Dağa getmək fikrim yoxdur. Dağda çətinliklərimiz çox oldu. Həqiqətən zulüm çəkdim. Təkin işi deyil, dağa gərək yoldaşla gedəsən. Yaxşı yoldaş ayrı şeydir. Yoldaşsız da ki, tək dağa getməyə dəyməz. Hərəkətlərimizdən dediyim kimi Maridir, batırdı. Bir də ki, basardı. Marin də kürsəyi gerçəkləşdi. Onu batırla südləşdirdik. Allahın köməyi ilə ki, inşallah təmiz, safqan, qurtbasar balalar 2 aydan sonra inşallah gün yüzü görəcək və yeni sahiblərinlə həyatlarını davam elətdirəcəklər. Sağlı olsun, görək onun kimi də Mari neçə bala doğacaq, neçəsini saxlayacaq özümüzə, neçəsini pay-pülük eləyəcək. Onu da inşallah zaman görsədər. Bici 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 bici. Abici bici 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 bici. Abici bici bici bici. Çitiler çitiler çitiler. Bici 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 bici. Bici 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 bici. Akulak akulak kulak 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 kulak. Abici bici bici bici. Abici bici bici. Mamanızı istəyirsiniz eləməyə acıqsınız. Bici 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 bici. Bici 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 bici. Bici 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 bici.
Ha dostlar, demək heyvanımızın da yemini qatdıq. Qalotlara payladıq. Sonra da heyvan açmışıq. Yesinlər. Hava da bulutluqdur. Yəqin ki yenə yağacaq. Olmana belə yüngülvarı çiçək tökür. Yəqin ki dağılır. Ya yağışa çönər, ya yenə çiçək olar. Bəlli deyil hələ. Nəysə, bunlar yesinlər. Biz də gedək quzunun işlərini görək. Quzumuzun da yerini bura köçürmüşük. Çünki dam isti olurdu. Sərçələr də boğaza yığa bilməni. Hər gün qalotdan pox püsü təmizləyirəm. Sonra da deyirlər ki, sərçə qaçıb gedib yoxdur. Maşallah olsun, Allah hamının malından mülkünə bərəkət versin. Quzumuzun da yerini buraya köçürmüşük. Çünki quzuya isti olmaz, damda bükülmə düşürdü. Bax belə namusun altdan yer kəsmişik qoyunun yanına. Yeri burada rahatdır. İndi gətirək bunların da buğdasını verək. Qalotlarını otla dolduraq. Suyunu qoyaq, yesinlər. Sonra da keçiyi buraxacaq həmişə. Həmişsinlər. Sonra seçək, keçin də yemini verək. Bax belə işimiz hər səhər belə olur. Olmanı neçə vaxtda yolda eləyirdi bunların hamısını. İndi bayram günü olduğuna görə biraz boşluqdur, iş günü deyil. Ona görə heyvanın içində hələ ki mənəm. Sonra yenə iş günü başlayanda o yoldaş yenə gəlib işlərini görəcək. Mari. Pıs pıs pıs. Mari gör haraya çıxalayım. Ha qız, bir yerdə dursan, ha qız, haraya çıxırsan? Ayaqlar dediyim kimi Mari'yi də cüta vurduq. Allah'ın köməyindən 2 aydan sonra təmiz safqan balalar olacaq. Mari'nin ana tərəfi Aybaladır. Batırın da ata tərəfi Aybaladır. Demək olar ki təmiz safqan Aybalalar 2 aydan sonra safqan qurt basarlar olacaq Allah'ın köməyindən. Bunlar da buğdasını, otunu yesinlər. Biz də gedək yoxsa işlərimizi yürək. Yekunlaşdıraq inşallah. Quzunun yeri ümumiyyətcə qış, yaz, yay fərqi yoxdur, sərin olmalı. Sərin olmasa o quzunun inkişafı pastayanlı problemi olur. Damazlığa saxlasan yenə də problemdir. Belə kökəldi və satsan da yenə problem olur. Gec kökəlir, əməlləşmir. Xülasə çətinliyi çox olur. Ona görə quzunun yeri konkret sərin olmalıdır. Qışda da, yayda da fərqi yoxdur. Ha dostlar, demək keçiləri də, çəpişləri də buraxdıq yanlarına. Ana bala qarışdırdıq. Çəpişlər əmişsinlər. Tam keçin yerini boşaldandan sonra. Keçi belə də çox belə çəpişi qoyub altında bir dəfə əmizdirmir. Gah qaçır o üzə bu üzə. Ona bax, çəpişin əlindən oradakı yerdə yatır. Çəpiş əmcəyini çiynir deyə.
Bir müddət, bir yarım saat bax belə yanında saxlayırıq. Çəpişi keçiyə qatanda. Yazıq keçi. Can ay keçi, anan olsun. Ne nereden bax bu iki bunu doğul. Çəpişin əlindən yatır, çəpiş də yenə oradan burnunu soxub əmcəyi tapıb əmir. Bu əmsin. Çəpiş də belədir də, süddən doyandan sonra bir müddət vaxtı var çəpişin. Bir müddət süddən doyandan sonra elə heç anasına yaxın getmir. Hava da sinəndə süddə iyi olur, nə olur, çəpişə görə deyirəm. Belə keçinin südündə iyi olmağını demirəm. Çəpişə görə hava sinəndə süddə iyi olur, tam olur, nədirsə həm də süddən tam doyur. Bir müddətdən sonra heç anasına yaxın getmir, ancaq otlayır, eləyir, orada burada başını qatır. Ha dostlar, demək heyvanı da atmışıq çölə. Yüngülvari də çiçək var. İndi hər nədir, heyvan da qırıq hərrəsi. Yine yağış bərkisə yağsa ıslatmağa adı yoxdur heyvanın. Onsuz da hələ ki çöldə yeni ot göyərir, bir şey yoxdur. Neçə gündür elə heyvana gəlmirəm biraz. Darıxmışam heyvan otarmaqdan. Ötəri. Dünən gəlmişdim. O da gün ortadan sonra. Bir də gün açmışam. Keçilər də təzədir, hərəsi bir qapıdan gəlib. Heyvanla uğunlaşmır, öyrəşmir heyvana. Gah dalda qalır, gah arasını tutur, ağzı bir tərəfə edir. Tam heyvanı özəşənə kimi elə. Yoldaş deyirək, keçilər bezdirir məni neçə gündür. Deyirəm, elədir də elə olacaq. Dünənlərdə mən olmuşam günortadan sonra. Heyvanda baxıram ki, keçilər yorur adamı. Yazın gəlişində yarpaqlar təzə-təzə. Moruq kolunun yarpağı təzə gəlir hələ. Bunlar köhnə yarpaqdır. Ancaq bunlar ucu təzə gəlir. Gələcək yaz yaxşı gələcək. Allah canım fəda olsun. Görək. Aprelin yağışları da yaxşı yağsa Allah'ın köməyi ilə ot yaxşı olacaq. Keçilər heyvanı örgənənə kimi itirməsək yaxşıdır bunları. Kola kosa oraya buraya girir, başı qarışır. Heyvan dalından gəlmir. Çüşdü. Yoldaş deyəndə ki, keçilər dala qalır. Kola kosa ilişir, qalır orada burada. Heyvan dalından çatmır. Deyirdim, ay elə şeyim olur. Baxıram ki, etim düz deyir. Hay.
Yavaş yavaş da meşədən çıxırıq. Həqə. Yahu. Çiçək də biraz bərkir. Evə yaxın yerlərə gedək. Ola bilsin bərk yağar. Çox islanmayaq, özümüz də heyvan da soğulmasın. Bir gəlirlər, kolun içindən bir gəlirlər. Bunlar oyun da getdi. Gəlin çıxın dana, nə olar ha? Yenə başlamayın dana. Sezonda yenə keçi sezonda qırılırıq eləcələ. Çoş. Hala bu günü qar olmuş ha, bax, gör harda küllənir orada. Gəlin, yağış da bərkidir. İslandıq təmiz. Düşdü. Yavaş evə getmək istəyirdik, ancaq ki çiçək səngidir deyək, yağış deyək, çiçək deyək, nə deyək adına. Bu tərəflərdə saxladıq, biraz da otlasınlar buralarda. İşte artıq yağış yağsa, güclü yağış olsa gedərik, hələ ki çöldəyik. Biri quzulardan da yoldaş qatıbdı qoyuna, damazlıq adından. Allahın köməyi ilə bir problemləri olmaz. Gələcəkdə hərəsi bir qoyun olur. Ha dostlar, yavaş evə sarı gedirik. Bizim evin yanı da bax belə meşəlikdir. Yəni qalın meşəlik deyil, prosta belə seyrək meşəlikdir. İndi çiçək var, hələ də tam evə aparmaq fikrim yoxdur əslində. Biraz da otlasa daha yaxşı olar. Amma ki ucu da axşama doğru gedir. Ona görə yavaş evə yaxınlaşırıq. Bu qoç da bizim quzuların papasıdır. Atası. Qırmızı quzuların hamısı bu qoçdan olmalı. Qala sortundan dönmə. Ha dostlar, demək axşam çağıdır, gəlmiş evə. Yağış çox güclü yağmadı, böyle çiçək çox idi. Ona görə məcbur heyvan gətirməli olduq. Quzuları qatmışıq, əmişiblər. Keçilər də yarı bölmüşəm. Çünki burada dəmir qalota sığmır, yarısı damdadır, yarısı burada yem yeyirlər. Bir kere yemlərini yesin, qutarsın.
Yine çəpişləri buraxacaq altına əmişsinlər. Daha bugünlük iş bu qədər. Yekunlaşır. Qoyunlar da yemlərini yeyiblər. Keçilər namesin altdan çıxsın. Qoyunu çox ıslatmayaq. Yerinə salaq. Axşamdır da. Hə dostlar, videomuzu belə yekunlaşdırmaq istəyirəm. Allahın köməyi ilə bu iş günləri olmayan vaxtda 1-2 dənə, 3 dənə imkanlaşdırır video çəkməli olacağım. Çünki nə qədər vaxtda video çəkə bilmirik. Allahın köməyi ilə yeni videolarla, yeni canlı yayınlar olmaqla inşallah görüşərik. Sağ olun, Allah amanında.